Kəlbəcər bizim qədim torpağımızdır. Qədim Azərbaycan torpağıdır. Kəlbəcərin zəngin təbii qaynaqları var, təbii resursları var. Və biz bugün bu torpaqların sahibləri vaxtilə əlimizdən alınmış sərvətləri özümüzə qaytarmışıq və yenidən bütün şəhər kəndlərimizi bərpa edirik və edəcəyik. Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Hər dəfə bura gələndə Mehriban xanım və mən izləyirik və hər dəfə bir-birimizə deyirik ki, nə gözəl diyardır, nə gözəl mənzərədir. Bunun tayı bərabəri yoxdur dünyada. Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik. Ondan sonra müzəffər xalq və müzəffər qalib dövlət kimi yaşayacağıq, qürurla yaşayacağıq. Bugün sizin həyatınızda tarixi bir gündür və sizi bu münasibətlə bir daha təbrik edirəm. Rahat yaşayın, can sağlığı, xoşbəxtlik arzulayırıq.